Dünyanın neçə üzü var? Dünyanın 3 üzü var. Dünya birincisi Allah'ın isimlərinin oxunduğu yerdir. Məsəl üçün biz Allah'ın Qadir ismini hardan bilərdik? Allah qüdrətli olduğunu hardan biləsiydik? Sadəcə səmaya baxsan, ulduzlara baxsan, galaktikalar, 200 milyard galaktika ulduzları Allah idarə edir, kainatı idarə edir. Bütün kürələri, insanları, heyvanları, bitkini, hər birisini idarə edir. Allahın qüdrətini, yəni isimlərini bu cür görə bilirik. Və yaxud da Latif ismi var, lütuf sahibi, lütf edən. Cürbəcür ehsanlar, nemətlər. Bu Allahın Latif ismidir. Çiçəklərə baxırıq, məsələn, gözəlliklərə baxırıq. Allahın Müzəyyin ismi, zinətləndirən, Cəmil ismi, gözəlləşdirən isimlərini oxuya bilirik. İkinci üzü isə axirətə baxar. Əbədi həyatı insan cənnəti burada qazanır. Yəni ibadətimizlə, Allaha verdiyimiz sözü yerinə gətirməklə, ibadət etmək, namaz qılmaq, məsələn, oruç tutmaq, yaxşılıq etmək. Bu kimi yaxşılıqlarla, xeyirli əməllərlə biz cənnəti qazanmış olur. Əslində Allahın lütfu ilə qazanmış olur, amma bunlar da bir səbəbdir. Üçüncü üzü isə dünyaya baxar. Dünyanın həvəsatına baxar. Məsələn, günahlı tərəfləri, içki içmək, qumar və s. günahlı tərəflər. Dünyanın üçüncü üzü də budur. Allah qorusun.